Bismillah, velhamdülillah, və salatu və selamu ala Rasulillah, əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuh. İmam Əhməd, rahiməhullah, sözünün davamında buyurur ki, və qitalul lusus vəl-xavaric caizun izə aradu lirracul fi nəfsihi və məlihi. İnsanın malına və canına təcavüz olunacağı halda, yəni kim belə edərsə, xavariclərlə və quldurlarla savaşmaq icazəlidir. Bundan qabaq İmam Əhməd rahimehullah demişdi ki, və biz bunu keçən dərslərdə götürmüşdük. Demişdi ki, وَلَا يَحِلُّ قِتَالُ sultan. Sultanla, rəhbərlə savaşmaq وَلَا-الْخُرُوجُ عَلَيْهِ və ona qarşı çıxmaq icazəli deyil. İmam Əhməd deyəndə ki, sultanla savaşmaq icazəli deyil, bu mövzuya münasib olduğuna görə ondan sonra bu mövzunu gətirir və deyir ki, bunun əksinə quldurlara, xavariclərə qarşı savaşmaq isə icazəlidir. Və fikir versəz, İmam Əhməd rahiməhullah burada xavaricləri quldurlarla birlikdə zikr edir. Çünki onların əməlləri tarixən quldurların, oğurların, yol kəsənlərin əməllərinə uyğun olub. Ona görə alimlər xavariclər barədə danışanda onları quldurlarla birlikdə zikr ediblər. Və həmçinin burada bir növ müasir bir şübhənin də cavabını biz götürə bilərik. Bəzi ixvanlar, bəzi hizbilər var ki, onlar xavariclərə, hizbilərə qarşı danışan, onların hilələrini daima ortaya çıxaran alimlər barədə, dəvətçilər barədə deyirlər ki, onlar murciətun ma'al hukkam vəl-xavaric ma'ad duat. Yəni, onlar hakimlərə qarşı murciə, dəvətçilərə qarşı isə xavariclər. Bəzi hizbilər əhl-i-sünnə belə deyirlər. Deyirlər ki, siz, yəni sələflər, hakimlərə qarşı murciəsiz, yəni yumuşaqsız. Buna görə. Amma dəvətçilərə qarşı və dəvətçilər də deyəndə özlərini nəzərdə tuturlar, onlara qarşı isə xavaricsiz, yəni şiddətlisiz. Biz də deyirik ki, bu mənhəc əhl-i-sünnə vəl-cəmanın mənhəcidir, əhl-i-sünnə imamlarının mənhəcidir. Və bunun dəlili İmam Əhmədin bu sözü. İmam Əhməd rahimehullah deyir ki, وَلَا يَحِلُّ قِتَالُ sultan. Sultanla savaşmaq icazəlidir, icazəli deyil. Və sonra dalınca nə deyir? Deyir ki, lakin xavariclərlə, quldurlarla savaşmaq nədir? İcazəlidir. Hətta bəzi hallarda nədir? Vacibdir. Onda elə çıxır ki, İmam Əhməd hakimlərə qarşı murciə olub, hakim olmayan, rəhbər olmayan insanlara qarşı xavaric olub. Yəni, hakimlərə qarşı yumşaq, sıravi insanlara qarşı sərt olub. Yox. Bu, təbii ki, əhl-i sünnənin və həmçinin ümumiyyətlə şəriətin məqsədlərini bilməməkdir. Çünki İslam deyəndə ki, rəhbərə qarşı savaşmaq olmaz, burada məqsəd nədir? Zərərin izalə edilməsi, dəf edilməsi. Niyə? Çünki rəhbərlə savaş nəyə səbəbdir? Fəsada. Ona görə rəhbərlə savaşmaq, ona qarşı çıxmaq icazəli deyil. Həmçinin də bunun əksinə, xavariclərlə, quldurlarla savaşmamaq fəsada səbəbdir. Ona görə də xavariclərlə, quldurlarla savaşmaq əmr edilib. Niyə? Fəsadın qarşısı alınsın deyə. Ümumiyyətlə, həmçinin bunu bilmək lazımdır ki,
müsəlmanlar barədə əsl olan budur ki, müsəlmanların qanı haramdır. Əsl budur. Müsəlmanın qanı hədər yerə tökülə bilməz. Əl-muslimu mən səliməl-muslimunə min lisanihi və yədih. Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun əlindən və dilindən zəmanətdədir, salamatdadır. Və haqsız yerə müsəlmanın qanının tökülməsi böyük günahlardandır. Lakin şəriət bəzi halları bundan istisna edib. Və İmam Əhməd rahimehullah onlardan bəzilərini burada qeyd edəcək. Kiminlə savaşmaq olar? Kimin qanı tökülsə o qan hədər sayılır və s. və ilə axır. Amma bu yerdə bir şey qeyd edim. Ümumiyyətlə, rəhbərə qarşı çıxanların hamısı eyni səviyyədə deyil. Və rəhbərə qarşı çıxanların hamısı xavaric adlanmır. Və bunu bu dərsdə qeyd etməyimin səbəbi nədir? Çünki bu dərsin mövzusu əslində buna bağlıdır. Ona görə İmam Əhməd deyir ki, وَقِتَالُ اللُّسُوسِ وَالْخَوَارِجِ. Fikir verin, quldurlarla xavaricləri İmam Əhməd ayırdı, ayırmadı? Ayırdı. Baxma ki, onların hamısı ilə savaşmaq icazəlidir. Lakin həm bu savaşın, həm də onlara veriləcək cəzanın hökmləri ayrıdır. Çünki əslində quldurlar da rəhbərə qarşı çıxanlar sayılır, sayılmır. Sayılır. Təsəvvür edin, bir ölkədə, cəmiyyətdə həm şəriətin tələb etdiyi, həmçinin hakimin məsləhət gördüyü müəyyən qanunlar var, hansı ki, onunla cəmiyyətin əmniyyəti təmin edilir. Məsələn, yol işarələri. Bu, Quran sünnə ilə varid olmuyor birbaşa. Düzdürmü? Amma tabi olmaq vacibdir ya yox? Vacibdir. Niyə? Çünki yolun əmniyyəti bundan asılıdır. Vacibə aparan yol da, səbəblər də nədir? Vacibdir. Ona görə yəni rəhbərlərə qarşı çıxan dəstələr müxtəlifdir. Və hamısı xavaric adlanmır. Xavariclər kimlərdir? O kəslər ki, əl-ləzīnə xaracu aləl-imam. Rəhbərə qarşı çıxırlar və kəffaruhu, onu təkfir edirlər və kəffarul muslimin, müsəlmanları təkfir edirlər və həmçinin onların qanlarını halal görürlər. Fəhumul xavaric. Bunlar xavaricdirlər. Kimlər? O kəslər ki, rəhbərə qarşı çıxırlar və onu təkfir edirlər. Yəni, onların, xavariclərin rəhbərə qarşı çıxmaları adi xuruc deyil. Etiqad üzərində olan xurucdur. Məsələn, bugün hər dövlətdə müxalifət var, siyasi müxalifət. Bizdə də var. Onlar xavaricdirlər? Yox. Heç onlar bilmirlər xavaric nədir? Bu əqidədən xəbərləri yoxdur. Düzdürmü? Deməli, rəhbərə çıxmağın növləri var, rəhbərə qarşı çıxmağın. Xavariclər o kəslər ki, onlar rəhbərə qarşı çıxırlar və bu xuruc əqidə üzərindədir. Onların özlərinə xas əqidələri var. Və onlar rəhbərə qarşı çıxanda onu təkfir edirlər. Həmçinin müsəlman cəmaatını kafir sayırlar. Onların qanlarını halal görürlər. Bunlar xavaricdirlər. Amma o kəslər ki, rəhbərə qarşı çıxırlar, lakin təkfir etmədən və onların özlərinə xas əqidələri olmur. Bunlar kimlər sayılır? Bağilər. Və bir də var qutta'ut turuq. Yəni, yol kəsənlər və ya quldurlar. Bağilərlə quldurlar arasında fərq budur ki,
hər iki dəstə rəhbərə qarşı çıxan dəstədir, lakin quldurlarda adətən güc, qüvvə çox olmur. Bu bir. Və ikincisi, quldurlarda adətən məqsəd dünya malı olur. Oğurluq, quldurluq və s. Yol kəsənlərdə əsas məqsəd bu olur. Və gücləri, qüvvələri çox olmur. Bunlar qutta'ut turuqdur, quldurlardır. Və bunlar da rəhbərə qarşı çıxanlardır. Lakin xavaric sayılmırlar. Amma bağilər kimlərdir? Bağilər onlardır ki, onlar rəhbərə qarşı çıxırlar. Və onların gücləri, qüvvələri var. Quldurlar kimi deyil. Və onların adətən rəhbərə qarşı çıxmalarında səbəb adətən insanların əlində olan dünya malı olmur. Hansısa siyasi, ola bilsin ictimai, hansısa iqtisadi problemlərə görə çıxırlar. Bunlar baqilərdir. Və bunların hamısının hökmləri bir-birindən fərqlidir. İmam Əhməd rahimehullah deyir ki: "Və qitalul lusus vel xavaric caizun iza aradu lirracul fi nefsihi və malihi." İnsanın canına və malına təcavüz ediləcəyi halda, əgər belə bir şey olarsa, xavariclərə və quldurlara qarşı savaşmaq icazəlidir. Yəni şəriət icazə verir. Fələhu ən yuqatilə an nəfsihi və məlihi. İcazəlidir ki, bu kəs öz malı və öz canı uğrunda savaşsın və yədfə'a anhuma bi kulli ma yaqdir. Və həmçinin gücü çatan qədər öz malını və öz canını qorusun. Fələhu ən yuqatilə an nəfsihi və məlihi. Deməli, insan öz canını, malını qorumaq üçün onun malına, canına təcavüz edənlə savaşa bilər. Niyə görə? Ləənnə darar lə buddə min izaləti. Darar yüzəl. Deməli, hasil olan bir zərər mütləq aradan qaldırılmalıdır. Həmçinin İmam Müslimin rəvayət etdiyi hədisdə qeyd edilir ki, bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib, deyir ki, ey Allahın Rəsulu, əgər bir kəs məndən gəlib malımı istəsə, təcavüz yolu ilə, mən ona malımı verimmi, yoxsa savaşım? Allah Rəsulu ona əmr edir ki, sən mübarizə apar, savaş. Deməli, kimsə insanın malına, hansı ki mal candan daha aşağıdır, təcavüz edərsə, şəriət sənə icazə verir ki, onunla savaşasan, özünü müdafiə edəsən, hətta sənə dəyəcək zərəri aradan qaldırmaq üçün. Lakin, İmam Rahimullah deyir ki, bu müdafiə və yədfə anhumə bi kulli mə yaqdir. Bu müdafiə necə olmalıdır? Gücü çatan qədər, gücü çatdığı miqdarda. Yəni, əd-darar yüzəl bi qədril imkan. Dəyəcək zərər imkan daxilində aradan qaldırılmalıdır. Yəni, İmam Əhməd Rahiməhullah demək istəyir ki, bu halda insanın öz malını və öz canını müdafiə etməsi minbəb dəf-i sail. Dəf-i sail nədir? Fıqh kitablarında yəni məlum, bilinən bir şeydir. Dəf-i sail, yəni insanın üzərinə hücum çəkən bir şeydən insanın özünü qoruması. Bu insan da ola bilər, heyvan da. O hücum çəkənə deyirlər əs-sail. Dəf-i sail, onu dəf etmək. İmam Əhməd Rahiməhullah deyir ki, bu müdafiə bu qəbildəndir və imkan daxilində olmalıdır. Bu nə deməkdir? Bu deməkdir ki, əgər məsələn biri sənin üzərində hücum çəkirsə, sən onun üstünə qışqırmaqla, onu hədələməklə, onu qorxudmaqla, sözlə bu zərəri özündən dəf edə biləcəksənsə, bununla öz malını, canını qoruya biləcəksənsə, sən bundan artıqını edə bilmərsən. Əgər etsən, buna görə
ona zərər dəysə, ola bilsin ki, hətta sən o zərəri ödəməli olarsan. Ona görə bu nə olmalıdır? Öz həddində. Əgər elə bir məqam olsa ki, sənə dəyəcək zərəri vurmaqla, öldürmə elə yox, vurmaqla dəf edə bilirsənsə vurursan. Dalaşmaqla dəf edə bilirsənsə bunu edirsən. Yəni, sənin üzərvə hücum çəkəcək adamı öldürmək ən sonda atılacaq addımdır. Buna deyirlər dəf-ü sail. Və bu da imkan daxilində olur. وَلَيْسَ لَهُ إِذَا فَارَقُوهُ أَوْ تَرَكُوهُ أَنْ يَطْلُبَهُمْ. Və bu insana icazəli deyil ki, əgər onun üzərinə hücum çəkən bu adam, onun malına, canına, ırzına göz dikən bu adam, əgər bu məqamda ondan əl çəkib ayrılsa, onu tərk eləsə, ona icazəli deyil ki, onun arxasınca düşsün. وَلَا يَتَّبِعَ آثَارَهُمْ. Bu icazəli deyil. Nə üçün? Çünki burada məqsəd nədir? Məqsəd onu öldürməkdir, yoxsa zərəri dəf etmək. Zərəri dəf etmək. İmam Əhməd Rahiməllah bunu demək istəyir. Deyir ki, belə bir məqamda sən gücün çatan qədər o zərəri özündən dəf edirsən, bu da pillə-pillə olur. Bayaq qeyd etdiyim kimi. Və birdən o səndən əl çəksə, çıxıb getsə, onun arxasınca düşülməz. Leysə li əhədin illə lil-imam əv vulatil muslimin. Bu, yəni bu cür insanların dalınca düşmək, onları izləmək, onları tutub cəzalandırmaq müsəlman rəhbərlərinin və ya onların təyin etdiyi insanların işidir. İnnəmə ləhu ən yədfə'a ən nəfsihi fi məqamihi zəlik. Bu halda müsəlmana icazəli olan nədir? Həmin məqamda özünü müdafiə etməsi. Və yanvi bi cuhdihi ən la yaqtula ahadan. Və bunu edərkən də niyyəti kimisə öldürmək olmalı deyil. Ona görə alimlər qayda olaraq qeyd edirlər ki, el-muslimul mu'tadi yuqatal li dəf'i şər'ihi. La li iraqati dəmi. Yəni, qəsibkar müsəlman ilə savaşılar nə üçün? Onun qanını axıtmaq, canına qıymaq, onu öldürmək qəsdi ilə yox. Lidəf-i şərri. Onun şərrini, fəsadını dəf etmək qəsdi ilə. Bu, hər bir müsəlman qəsbkar, insanın üstünə hücum çəkən, onun malına, ırzına, namusuna göz qoyan hər bir müsəlman ilə, qəsbkar müsəlman ilə savaşılacaq qayda budur. O da nədir? Onunla canına qıymaq üçün, qanını tökmək üçün yox, onun şərrini dəf etmək üçün savaşılar. Yəni, İmam Əhməd Rahiməhullah deyir ki, deməli, qayda olaraq bildiyi ki, müsəlman gücü çatan qədər özünü müdafiə edir və bu müdafiədə onun məqsədi müsəlmanı öldürmək yox, nədir? Özünü müdafiə və onun verəcəyi zərəri dəf etmək, uzaqlaşdırmaq, niyyəti yalnız bu olmalıdır və birdən o əl çəkib, qaçıb getsə, onun arxasınca düşmür, onu izləmir. Yaxşı, birdən elə oldu ki, bu məqamda, bu mərəkədə, bu savaşda فَإِمَّاتَ عَلَى يَدَيْهِ فِي دَفْعِهِ عَنْ نَفْسِهِ بِالْمَعْرَكَةِ فَأَبْعَدَ اللّٰهُ الْمَقْتُلُ. Birdən elə oldu ki, bu vəziyyətdə ən son məqama gəlib çıxıldı. Yəni, həmin hücum çəkən tərəf öldürüldü. Həmin zalım öldürüldü. Nəticə nə olur? فَأَبْعَدَ اللّٰهُ الْمَقْتُلُ. Nəticə olur ki, Allah Azze və Cəllə həmin öldürüləni, onun şərrini, onun ölümü ilə səndən dəf etmiş oldu. Yəni, onun qanı hədərdir. İnnən nəfsə bin nəfs, cana can, qisas burada tətbiq olunmur. Deyilmir ki, bu, müsəlmanı öldürüb, ona qisas tətbiq edilir, yox. Əgər belə olsa ki, hücum çəkən tərəf, hücum çəkilənin əlində
öldürülsə, öldürülənin qanı nədir? Hədərdir. Birdən əksi olsa, وَإِنْ قُتِلَ هَذَا فِي تِلْكَ الْحَالِ وَهُوَ يَدْفَعُ عَنْ نَفْسِهِ وَمَالِهِ رَجَوْتُ لَهُ الشَّهَادَةِ. Və birdən belə olsa ki, bu insan özü, öz canını, malını müdafiə uğrunda birdən ölsə, əksi olsa, İmam Rahiməhullah deyir ki, mən onun üçün ümid edirəm ki, o şəhidlərdəndir. Kəmə cəə fil hadis. Necə ki, bu hədislərdə varid olub. Bayaq qeyd edildiyim hədisdə, Səhih Müslimdə gələn hədisdə, kişi gəlib Allah Rasulundan soruşanda ki, ey Allahın Rasulü, mənim əlimdən malımı almaq istəyənlə savaşa bilərəm. Allah Rasulü deyir ki, bəli. Sonra sahabə soruşur ki, bəs mən bu savaşda öldürülsəm, Allah Rasulü deyir ki, sən şəhidsən. Deyir ki, bəs o öldürülsə, deyir ki, fəhvə finnar. O oddadır. Cəhənnəm odunda. Başqa hədisdə Allah Rasulü buyurur ki, mən qutilə dunə məlihi fəhvə şəhid. Kim, yəni malı və bir ləfsdə gəlib, malı və canı uğrunda, müdafiəsi uğrunda öldürürlərsə o şəhiddir. Və cəmi'ul əthari fi həzə innəmə əmərət bi qitəlihi və ləm tə'mur bi qatlihi və ləttibə'ihi. Həmin bayaqları zikirlədiyim qaydaya İmam Əhməd Rahimullah burada toxunur. Deyir ki, bütün hədislər, bütün əsərlər ona dəlalət edir ki, bütün hədislər, əsərlər bizə nəyə əmr edir? Bu cür insanla savaşmağı. İnnəmə əmərət bi qitəlihi. Onunla savaşmağı əmr edir. Və ləm tə'mur bi qatlihi. Onun öldürülməsini əmr etmir. Və ya o əl çəkib getsə, onun arxasınca düşməyi əmr etmir. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, iki müsəlman qılıncı ilə üz-üzə gəlsə, onlardan qatil də, məqtul da, öldürən də, öldürülən də cəhənnəmdədir. Sahabələr soruşurlar ki, ey Allahın Rasulü, öldürəni bildik, bəs öldürülən? Allah Rasulü buyurur ki, çünki öldürülən də öz qardaşını öldürmək istəyirdi. Yəni, hətta bu məqamda, yəni özünü müdafiə edən adamın niyyəti, özünü müdafiə yox, onu öldürmək olsa bu hədisin hökmünə girir. Ona görə İmam Əhməd Rahimullah deyir ki, o qeyd elədiyi qayda ki var, əgər onun əlində ölsə, ümid edirəm ki, o şəhidlərdəndir, hücum çəkən özü öldürülsə, onun qanı hədərdir, bu o məqama aiddir ki, ondan qabaq deyir, وَلَا يَنْوِي بِجُهْدِهِ أَلَّا يَقْتُلَ أَحَدًا. Özünü müdafiə edərkən məqsədi onu öldürmək olmalı deyil. Çünki hədislər, əsərlər bizə onunla savaşmağı əmr edib, belə insanla. Onu öldürməyi və ya əl çəkib gedəcəyi halda dalınca düşməyi deyil. وَلَا يُجْهَزَ عَلَيْهِ إِنْ سُرِعْ أَوْ كَانَ جَرِيحًا. Hətta bu mübarizədə həmin hücum çəkən tərəf yerə yıxılsa və ya yaralansa, onun öldürülməsi icazəli deyil. وَإِنْ أَخَذَهُ أَسِيرًا فَلَيْسَ لَهُ أَنْ يَقْتُلَهُ. Hətta onu əsir alsa, onu öldürə bilməz. وَلَا يُقِيمَ عَلَيْهِ الْحَدْ. Həmçinin onun üzərinə şəriətin əmr etdiyi cəzanı tətbiq edə bilməz. Çünki şəri cəzaları tətbiq etmək kimin əlindədir? Qazinin, rəhbərin. وَلَكِنْ يَرْفَعُ أَمْرَهُ إِلَى مَنْ وَاللَّهُ اللّٰهِ فَيَحْكُمْ فِيهِ. Lakin ona düşən nədir? Həmin tutduğu, yaraladığı, əsir götürdüyü bu mə'rəkədə məğlub etdiyi adamı götürür və əmir sahibinə və onun təyin etdiyi şəxsi aparır. فَيَحْكُمْ فِيهِ. Və o da onun barədə hökm verir. Ümumiyyətlə, xavarizlər ilə
bağilərin və yol kəsən quldurların hökmləri fərqlidir. Bunların içərisində ən şiddətli olanlar xavariclərdir. Ona görə alimlər ümumiyyətlə ixtilaf ediblər ki, savaş baxımından xavariclərlə bağilər və yol kəsən quldurlar eyni hökmdədirlər ya yox? Cavab budur ki, eyni hökmdə deyirlər. Necə? Məsələn, bağilərlə savaş, quldurlarla savaş, bayaq qeyd elədiyim kimi, dəf'us sail babındandır. Yəni, sənə hücum çəkən, sənə zərər vermək istəyən insanı özündən aralı tutmaq, onun zərərini. Bağilərlə savaşanda bu məqsədlə savaşılır. Amma xavariclərlə savaşılanda bu məqsədlə savaşılmır. Hansı məqsədlə savaşılır? Xavariclərin kökünü kəsmək məqsədi ilə. Yəni, niyyət fərqlidir. Həmçinin ikinci fərq olaraq alimlər qeyd ediblər ki, bağilər və quldurlar özləri savaşa başlamasalar, onlarla savaşılmır. Ola bilsin bir bağı dəstə var, amma əllərinə qılınc götürüb savaşmayıblar. Əgər bu olmayıbsa, başlanğıc olaraq onlarla savaşılmır. Amma xavariclərlə belə deyil. Xavariclərlə, hətta onlar hücum çəkməsə də, ilk öncə rəhbər və müsəlman ordusu onlarla savaşa bilir. Həmçinin fərqlərdən birisi, həmçinin icazəlidir. Hətta xavaric tək olsa belə, onunla heç kəs olmasa belə, hətta onun nəsə bir fəsad, fitnə törətməyə gücü, qüvvəsi olmasa belə, onunla savaşmaq icazəlidir. Ona görə alimlər xavariclərlə savaşı, bağilərlə savaşdan ayırıblar. Və o alimlər ki, xavariclərlə savaşı, bağilərlə savaş kimi görürlər, bu xətalıdır. Ona görə bunun ən böyük dəlillərindən birisi sahabələrin əməlidir. Çünki sahabələr xavariclərlə savaşmışdılar. Məsələn, Əli radiyallahu anhunun xavariclərlə savaşını götürün, Nəhrəvan əhli ilə. Bir də Sıffeyn və Cəməl əhli ilə olan savaşına baxın. Əli radiyallahu anhu və onunla birlikdə olanlar Nəhrəvan savaşına görə, yəni xavariclərə qarşı olan savaşa görə sevinirdilər ya yox? Sevinirdilər. Əli radiyallahu anhu hətta şükür səzdəsi etmişdi. Çünki Allah Rasulü müjdələmişdi axı. Kim xavariclərlə savaşsa, eynəmə vəcəttumuhum, harada onları görsəz öldürün. فَإِنَّ فِي قَتْلِهِمْ أَجْرًا عِنْدَ اللّٰهِ لِمَنْ قَتَلَهُمْ يَوْمَ الْقِيَامَةِ Qiyamət günü onları, xavaricləri öldürənlərə Allah qatında əcr var. Və فَإِنْ أَدْرَكْتُهُمْ لَأَقْتُلَنَّهُمْ قَتْلَ عَادٍ Əgər mən onları görsəm, Allah Rasul deyir, sallallahu aleyhi və səlləm, Allah azza və cəllə Ad qövmünü həlak etdiyi kimi onlarla savaşaram, onları öldürərəm. Bayaqlar qeyd elədim hədisdə, iki müsəlman əllərində qılıncla, silahla üzbəyüz gəlsə, qatil də oddadır, məqtul da, öldürən də, öldürülən də. Amma xavariclər barədə bunun tam əksi gəlib. Xavariclər barədə nə gəlib? Gəlib ki, əgər kim bir xavarici öldürsə, öldürənə şəhidin əcri var. Öldürənə. Özü öldürülsə iki şəhidin. Ona görə Allah Rasulü buyurur ki, ən xeyirli insanlar da onlarla savaşanlar. Niyə? Çünki onlar insanların ən şərli olanlardır. Ona görə xavariclərlə savaş
baqilərlə savaşdan fərqlidir. Və ya quldurlarla olan savaş baqilərlə olan savaşdan fərqlidir. Baqilərlə olan savaş nədir? Və in taifətənə minəl mü'minin iqtətəlu, möminlərdən iki dəstə bir-birləri ilə savaşsa, fə əslihu beynəhumə, onların aralarını nə edin? İslah edin. Yəni, əsl budur. Ona görə baqilərlə savaşda əsl budur ki, bu xavaricilərlə də ola bilər. Necə ki, Əli İbn Abbası göndərmişdi. Amma olmaya da bilər. Lakin baqilərlə savaşda əsl budur ki, savaşdan öncə müsəlman rəhbər onlara bir nümayəndə göndərməlidir, hətta onların şübhələrini dəf etmək üçün. Çünki baqilərlə həddi aşan müsəlman zümrəsi ilə quldurlar arasında fərqlərdən biri də budur ki, əl-buğat yaxrucuna aləl-imam bitəvilin səix. Baqilər rəhbərlərə qarşı çıxırlar keçərli təvillə. Yəni, ənlərində əslində əsasları olur. İqtisadi yöndən, siyasi, ictimai bəhanələri olur. Amma yəni, onların əslində məqsədləri biraz ali məqsədlər olur. Baqilərin əslində məqsədləri nə olur? Cəmiyyətdə hansısa problemi, müşkülü həll etmək. Bəlkə də ola bilsin, məqsəd yaxşıdır, amma yol düz deyil. Hansı yol? Rəhbərə qarşı çıxmaq. Bununla problem həll edilmir. Ona görə bunlar baqidir. Amma qutta'ut turuq, el-muharibun, o quldurlar, onlar kimlərdir? Onlarda bu olmur. Onlarda ali məqsəd, nəysə cəmiyyətdə bir problemin həlli olmur. Onlar quldurlardır və çox vaxtda neynigirlər? Şəhərlərdən kənarda olurlar. Hətta ona görə alimlər ayırıblar. Oğrularla quldurlara verilən cəzaları. Deyiblər, əgər şəhərin içindədirsə, o qutta'ut turuq sayılmır. Ona tətbiq olunan cəza, oğruya tətbiq olunan cəzadır. Ayrılırlar. Yəni, quldurlarda məqsəd nədir? İnsanların əlində olan mal, mülk, öldürmək, kiməsə təcavüz etmək, zülm etmək, kiminsə əlində olan malı qəsb etmək. Və ona görə Allah Azza və Cəllə onlar barədə buyurur ki, İnnəmə cəzəullezine yuharibun Allah və rasuləhu və yəs'un fil ardı fəsədə. Allah və Rasuluna qarşı hərb edən və yer üzərində fəsad çıxaran insanların cəzası nədir? Ən yuqattalu, ən yusallabu, əv tuqatta'a əydihim və ərculuhum. Deməli, onların öldürülməsi və ya çarmığa çəkilməsi və ya ayaqlarının və əllərinin çarpaz kəsilməsi əv yunfəv minəl ard və ya olduqları yerdən sürgün edilməsi. Bunlar kimin hökmlərdir? Quldurların. Allah Azza və Cəllə 4 növ cəza bildirir. Lakin fikir versəz, cəzaların arasında gəlir ki, ən yuqattalu əv yusallabu. Əv. Əv nədir? Yaxud. Alimlər burada ixtilaf ediblər ki, bu təxyir babındandır, yəni seçim babındandır. Yəni, Allah Subhanahu Teala buyurur ki, ya öldürün, fikir verin, ya çarmığa çəkin. Çarmığa çəkmək də ölümdür. Lakin alçaldıcı ölümdür. Ya əl və ayaqlarını çarpaz kəsin. Çarpaz nədir? Sağ əl, sol ayaq. Sol əl, sağ ayaq. Və ya olduqları yerdən sürgün edin. Və ya. Alimlər burada ixtilaf ediblər ki, burada av və ya təxyir mənasındadır. Yəni, rəhbər 4 cəzadan birini istəsə seçə bilər, yoxsa bunların hamısının öz yeri var. Alimlərdən bunu deyənlər də olub, bunu deyənlər də. Məsələ İbn Abbas radiyallahu anhumədən
səhih sənədlə varid olub ki, o bu ayənin təfsirində deyir ki, ən yuqattalu onları, quldurları öldürün. Çünki quldurların halı fərqlidir. Ola bilsin quldur müsəlmanlardan kimisə öldürüb. Ola bilsin öldürməyib malını alıb. Əlindəkini alıb və buraxıb. Ola bilsin həm öldürüb, həm də malını qəsb edib. Ola bilsin öldürməyib və malını qəsb etməyib, sadəcə olaraq həmin yerdə yaşayan insanlar nə edir? Qorxu altında, təhdid altında saxlayırlar. Aydındır. Yəni, ona görə İbn Abbas radiyallahu anhu deyir ki, əgər həmin quldurlar öldürsələr, ən yuqattalu, öldürüləcəklər. Həm öldürüb, həm də mallarını əlindən qəsb edəcəklərsə, av yusallə bu. Necə öldürüləcəklər? Çarmığa çəkilərək. Yox, öldürməsələr, malı qəsb etsələr, av tuqatta'a əydihim və arculuhum min xilaf. Əl və ayaqları çarpaz kəsiləcək. Yox, öldürməsə, kiminsə malını qəsb etməsə, insanları qorxu altında saxlasalar, av yunfav minəl ard. Həmin tutulan quldurlar qaldıqları yerdən sürgün edilir. Bu İbn Abbas radiyallahu anhunun rəyidir və bəzi alimlər bu rəydədirlər. Lakin ümumən alimlər deyirlər ki, bu məsələ qayıdır bir növ hakimin öhdəsinə. Rəhbər bu məsələdə hansı qərarı versə, yəni ona uyğun da əməl edilir. Həmçinin alimlər, bayaq qeyd elədim, oğrularla quldurları da bəzi alimlər ayırıblar. Bəzi alimlər deyiblər ki, oğru odur ki, o şəhər içində edir, oğurluq edir. Və çox vaxt bunu gizli edir. Və bir çox halda da silahsız edir. Amma quldur odur ki, əsas iki şey deyiblər. Deyiblər ki, şəhər kənarında etməyi də şərt qoyublar, amma səhih odur ki, bu şərt deyil. Əsas iki şeydir. O da nə? Odur ki, quldurlar bunu silahla edirlər. Və bir də açıq aşkar. Bizdə buna, bizim dildə bilməm, Rusca deyirlər razboy. Aydındır. Yəni, silah nə edir? Və açıq aşkar edir. Şəriətə görə bunun hökmü o birisinin hökmündən fərqlidir. Adi oğurluq edən, silahsız, heç kəsə hədə gəlmədən, cəmiyyətdə qorxu yaratmadan, getdi kiminsə cibinə girdi, oğurluq elədi, bunun hökmü ayrıdır. Aydındır. Bu səriqdir. Bu quldur deyil. Quldurun hökmü daha ağırdır. Və bunların içərisində ən ağır hökmü olan xavariclərdir. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və səhbihi və səlləm.